How I Met Your Mother serialının bu epizodunda Azərbaycanın adı çəkilir. It is on like the former Soviet Republic of Azerbaijan. It is on like the former Soviet Republic of Azerbaijan deyir. Nə əlaqə? Birincisi it's on hissəsinə baxaq. It's on deyərkən bir o mənanı verir ki, hər hansı bir cihaz işləkdir. Məsələn, the TV is on deyərkən televizor yanlıdır mənasını verir. Amma bir də danışıq dilində it's on deyərkən hər hansı bir rəqabət, hər hansı bir mübarizə başlandı deməkdir. Mən mübarizəyə hazıram deməkdir. Və həm də it's on like the former Soviet Republic of Azerbaijan deyərkən mən keçmiş Sovet Respublikası Azərbaycan kimi mübarizəyə hazıram mənasını verir. Yəni bir yandan baxanda bizim 90'ların əvvəllərində olan Sovetə qarşı olan mübarizə əzmimizi misal göstərərək bizə yaxşı söz deyirmiş kimi də yanaşa bilərik. Amma bir yandan da baxanda ingilis dilində it's on deyəndən sonra axırı on və yaxud anla bitən sırf qafiyə düzgəsin deyə başqa şeylərlə də müqayisə etdikləri olur. Məsələn, tamamilə başqa bir serial The Office serialında Andy obrazı deyir ki, oh, it is on like Genghis Khan wearing Shanjan in Bhutan. It is on like Genghis Khan wearing Shanjan in Bhutan. 3 mərtəbəli qafiyə qurur burada. Deyir ki, mən Bhutanda Shanjan geyinən Çingiz Xan kimi mübarizəyə hazıram, məsələn.